8-ci fəsil. Yumurta sarılı Şir Xurşid. Sübh azanı ilahi dərgahından Ordubada səslənəndən sonra namazını qılan Sadıq kişi Əyyubu Ordubadın mərkəzi küçəsində gətirdi. Əslində Ordubada qədəm basdıqları andan bəri Əyyub, Malik və Leyla bir neçə dəfə buradan keçmişdilər. Elə düz meydanın ortasında Sadıq kişi ayaq saxladı. Əyyub da onun arxasında dayandı və qarşıdakı memarlıq nümunəsinə acgözlüklə baxmağa başladı. Gözləri heyrətdən böyümüşdü. Cami məscidi, niyə əvvəldən ağlıma gəlməyib? Deyə Əyyub məscidə doğru addımladı. Onlar Ordubadın ən qədim memarlıq incilərindən olan cami məscidinin qarşısında dayanmışdılar. O məscid ki, tarixdə dillər əzbəri idi. Tarixçilərin təbirincə söyləsək, 1-ci Şah Abbas Səfəvinin yadigarı idi. Əyyub bu məscid barədə ətraflı bilirdi və indi özü də məətəl qalmışdı ki, axı niyə bu vaxta qədər cami məscidi barədə düşünməyib? Burada gizli heç nə yoxdur. Tarixi məxəzlər və məscidin şərq qapısı üzərindəki daş lövhədə yazılanlar məscidi 1977-ci ildən qoruq statusu almış Ordubadın şanlı tarixini sübuta yetirirdi. Məscid hündürlükdə yerləşirdi. Ona doğru aparan yol isə daş pilləkənlərdən keçirdi. Əyyub pilləkənlərlə yuxarı qalxmağa başladı. Sadıq kişi onun arxasınca ağır-ağır addımlayırdı. Əyyub isə hövülnak bir tərzdə deyirdi. Cami məscidi, Şah Abbas fərmanının əyani sübutu. Şah Abbas Osmanlılarla müharibə aparanda göstərdiyi şücaət və sədaqətə görə iki şəhəri vergidən azad eləmişdi. Ordubad və Dərbənd. Şah daha çox Ordubada diqqət yetirirdi. Bu diqqət o qədər güclü idi ki, Ordubadda olarkən öz fərmanını bu məscidə həkk getirmişdi. Əyyub məscidin yan görəsinə, dağlarına boylanırdı. Fərman səhv eləmirəmsə bax şərq darvazasının üstündə olmalıdır, deyə Əyyub bu məqamda Sadıq kişiyə boylandı. Düz demirəm, Sadıq əmi. Sadıq kişi gülümsünərək başını tərpətdi. Amma səni bura ona görə gətirməmişəm. Gəl bura, deyə məscidin arxa tərəfinə, eyvanına keçdi. Sadıq kişi məscidin eyvanında dayandı. Çevrilib nəzərlərini yuxarı tağa dikdi. Bax, bu rəmzlər sənə nə deyir? Dedi. Əyyub başını qaldırıb Sadıq kişinin baxışları dikilən səmtə köklədi və öz-özünə heyrətlə dedi. Şir Xurşid. Qızarmaqda olan dan yeri cami məscidinin arxa hissəsində mövcud olan Ordubad nəqqaşlığının ən bariz nümunəsinə sanki qibtə edirdi. Kökü Azərbaycan Səfəvi dövlətindən gələn, İran Qacarlar sülaləsi dövründə isə hərçənd Qacarlar da mənşəcə türk idilər. Dövlət gerbinə çevrilmiş Şir Xurşid 19-cu əsrin yadigarı idi. Şöhrəti ilə nəinki Azərbaycanda, eləcə də İranda məşhurlaşan xəttat, nəqqaş və şair Usta Zeynal Nəqqaş bu monumental əsəri İran şahı Nəsrəddin Qacarın Ordubada gəlişi ilə əlaqədar yaratmışdı. O yumurta sarısı, əhəng və başqa məhlullar vasitəsilə Şir Xurşid gerbini ərsəyə gətirmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə gerbin tən ortasına günəş rəmzini yapışdırmışdı. İnsan əllərinin möcüzəsi, Ordubadın Şir Xurşidi 100 ildən artıq bir zaman adlayıb. Amma heç görkəmini dəyişməyib. Elə bir lap dünən hazırlanıb. Əyyub gözücü məscidin arxa tərəfinin daş piltələrinə boylandı. Sonra isə gözünü gerbdən çəkmədən Sadıq kişiyə müraciət etdi. Əslində bu gerb Səfəvilərə məxsus olub. Onu sonradan Qacarlar öz adına çıxıblar. Özü də burada iki şir üz-üzə dayanıb. Səfəvi sülaləsi isə biri ilə kifayətlənib. Deyərək cibindən Yaqub kişinin cızma qarasını çıxarıb bir daha nəzər yetirdi. Deməli sizin Yaqub kişi buranı demək istəyib. Amma o Şah Abbasa işarə verib. İndi neynəmək fikrindəsən? Deyə Sadıq kişi maraqla xəbər aldı. Əgər tarixçi Kərim Xalıqovun yazdığı həqiqətə uyğundursa, gerbin aşağı hissəsinə baxmaq lazımdır. Simmetriya ilə. Əyyubun sevincdən dil dodağı söz tutmurdu. Sadıq kişi niyyəti anladı və etiraz əlaməti olaraq başını buladı. Üz gözünü turşutdu. Elə bircə bu çatmırdı. Kimdir sizə bu ixtiyarı verən? Dedi. Bir də Aybala. Hər tarixçinin yazdığına əməl olunsaydı, xəritəmiz bu boyda qalmazdı. Əyyub gerbin vurulduğu divarın tən aşağısına nəzər saldı. Əyilib torpağı barmaqları ilə yoxladı.
Elə bu zaman təxminən 50 yaşlarında, başında əmmamə papaq olan Səfiyyətin adlı bir qədər bəstəboy kişi onlara yanaşdı və sual dolu nəzərlərini Əyyubdan ayırmayaraq xəbər aldı. Sadıq kişi, sabahın xeyir, içəri niyə gəlmirsən? Ən sıxıntılı anlarda Sadıq kişinin karına gələn elə onun müdrikliyi idi. Sübh namazını şişərdə qılmışıq. Əyyub yaxın tanışımızdır, dedi. Tarixçidir. Dedi, ay Sadıq əmi, gəl sübh tezdən cami məscidinə də baş çəkək. Əyyub baxışları ilə Sadıq kişiyə minnətdarlıq bildirdi. Səfiyyəddin cami məscidinin axundu idi. Ordubadın tanınmış din xadimlərindən idi. Həm də hər xırdalığa göz qoyurdu. Odur ki, Əyyubun bayaqdan bəri Şir Xurşid və onun ətrafına qeyri-adi maraqla göz gəzdirməsi axundun nəzərlərinə yayına bilməzdi. Deyəsən, siz dünən də gəlmişdiniz. Axşam namazından sonra, deyə Səfiyyəddin üzünü Əyyuba tutdu. Yox, nədir ki? Deyə Əyyub onu əl uzatdı. Heç, dünən axşam 2 nəfər gəlmişdi. Usta Zeynalın əl işinə baxırdılar. Dedilər ki, tarixçidirlər. Səfiyyəddin dedi. Səfiyyəddinin açıqlaması Əyyubda maraq oyatdı. Sadıq kişini isə nədənsə təşvişə saldı. Əyyub Səfiyyəddindən gələnlərin kimliyi barədə xəbər aldı. Səfiyyəddin onlardan birinin cənub tərəfdən olduğunu söylədi. Əyyub barmağını dişlədi. Sadıq kişi dil dodağını çeynədi. Barmağındakı gümüş üzüyünün işığı bir anın içində otağa hakim kəsilən qaranlığı öz nuru ilə boğdu. Amma bu barmağın sahibi Əyyub deyil, Nasir Rəşidi idi. Araz kənarındakı bir mərtəbəli evin darısqal aynəbəndi bu otağa birləşmişdi. Otaq meybeldən bol olsa da, onların hər bir köhnə idi. Bununla ev özü də ölü məkana bənziyirdi. Dəstə kəndinə yaxın olan bu xudmani evi jurnalist Musa hansısa yolla kiraya götürmüşdü. Əyyub Gül Ordubada üst tutar tutmaz, İranda yerləşən xüsusi cəmiyyətin nümayəndəsi Nasir Rəşidi və Musa da özlərini bura yetirmişdilər. Əyyub, Leyla və Malikin Ordubaddakı hərəkət marşrutu tam olaraq nəzarət altında idi. Bütün addımları qeyd olunurdu. Nasir Rəşidi İrana vəsiyyətnamə ilə qayıtmalı idi. Buna görə xüsusi təlimat da almışdı. Ötən gün o, Musanın müşayiəti ilə cami məscidinə baş çəkmişdi. O da Əyyub kimi Xalıqovun portfelindən tapılan elmi işin sətirlərinə əsaslanırdı. Vəsiyyətnamə Şah Abbasın adı ilə bağlı olan məscidin qıraq bucağında yaxşıca gizlədilmişdi. Bəlkə də elə Şir Xurşidin arxasında idi. Nasir Rəşidi vəsiyyətnaməyə Əyyubun əli ilə nail olmaq niyyətində idi. Hər halda o, Əyyubun peşəkar rəmzkar olduğunu bilirdi və bu işdə yalnız onun tədqiqatına güvənirdi. Bundan başqa, Rəşidi mütəmadi olaraq İsfahanda yerləşən xüsusi cəmiyyətə demək olar ki, hər gün məlumatlar ötürürdü. Amma buna rəğmən İsfahandakılar Rəşidini fəaliyyətsizlikdə günahlandırırdı. Odur ki, Rəşidi tezliklə vəsiyyətnaməyə qovuşmağa can atırdı və təbii ki, Musanı da tələstirirdi. Musanın səhər gətirdiyi xəbər Rəşidini həm sevindirmiş, həm də qıcıqlandırmışdı. Söhbət Əyyubla Sadıq kişinin cami məscidinə baş çəkmələrindən gedirdi. Bütün bunları isə təsdiq edən xəlvəti çəkilmiş fotolar idi. Fotolarda Əyyubun Şir Xurşid gerbini seyr etməsi, məscidin divarlarına boylanması, hətta əyilərək yerə barmaqları ilə toxunması əks olunmuşdu. Bir neçəsində isə Sadıq kişi ilə Axund Səfiyyəddin də vardı. Fotolara diqqətlə göz gəzdirən Rəşidi artıq başa düşürdü ki, onları vəsiyyətnaməyə qovuşdura biləcək yeganə şəxs rəmzkar Əyyub Yusifov ola bilər. Amma əsas hədəf həm də Leyla idi. Leylanın adı Kərim Xalıqova məxsus diplomat çantada açıq-aydın yazılmışdı. Və o da yazılmışdı ki, Yaqub kişi əslində heç də Cənubi Azərbaycandan deyil. Leylanın babası, Yaqubun atası Kazım əslən Ordubadlıymış. Amma tacir olduğundan tez-tez İran tərəflərə səfər edərmiş. Fəqət günlərin bir günü bu səfərlərdən biri 1927-ci ilə təsadüf edir. Bu həmin ildir ki, İranda ilk hakimiyyət illərini yaşayan, dövlət çevrilişi yolu ilə hakimiyyəti mənimsəmiş Pəhləvi rejimi Sovet İran sərhəddini müvəqqəti olaraq bağlayır. Kazım İranın Urmiya şəhərində qalmağa məcbur olur. Ordubadla əlaqəsi demək olar ki, tamamilə kəsilir. Ailənin yeganə övladı olan Kazımın atası bir neçə il öncə dünyasını dəyişmişdi. Anası isə oğlunun həsrətinə dözmədi. Onun ölümündən əvvəlcə Kazımın özü də heç xəbər tutmadı.
Çünki həmin dövrdə Kazım artıq həbs olunmuşdu. Dövlət onun varidatını müsadirə etmişdi. Həbsdən azad olduqdan sonra bir müddət İranın daş karxanalarının birində çalışır və 1942-ci ildə tali onu Seyid Cəfər Pişəvəri ilə görüşdürür. 1945-ci ildə Cənubi Azərbaycanda elan olunan Azərbaycan Demokratik Firqəsi vətənpərvərləri öz ətrafında birləşdirmişdi ki, onlardan da biri Kazım idi. Təəssüf ki, cəmi bir ildən sonra darmadağın edilən firqənin üzvləri Sovet Azərbaycanına üz tutmalı oldu. Seyid Cəfər Pişəvəri onların Şimali Azərbaycanda yerləşdirilməsinə şəxsən nəzarət edirdi. Kazım da həmin il həyat yoldaşı ilə birlikdə Naxçıvana köçdü. Maraqlısı bu idi ki, bu müddət ərzində Kazım bir dəfə də olsun Ordubadın adını açıq-aşkaranə dilinə gətirmədi. Sadəcə bir neçə dəfə, özü də gizli şəkildə ora səfər etdi. İndi hadisələrin mərkəzində Leyla və Əyyub dayanırdı. Malik isə sözün əsl mənasında Rəşidinin əl-ayağına dolaşırdı. Artıq bununla bağlı Musa öz vasitələrini işə salmışdı. Və təbii ki, bu halda polkovnik Rəsulovun Malikin gizli səfərindən xəbər tutması da təsadüfi ola bilməzdi. Amma Malikin qayıtmaq fikri yox idi. Sənin o Malik Quliyevin bu gün Naxçıvanı tərk etməli idi, deyə Rəşidi barmaqlarını narazı halda tərpətdi və gümüşü üzüyü yenə parıldadı. Bu narazılıq Musaya qarşı yönəlmişdi. Musa isə İranlı ağasının qarşısında boynu bükük fərə kimi dayanmışdı. Musa, nə qədər ki o polis gədə əl-ayağımıza dolaşır, vəsiyyətnaməni tapa bilməyəcəyik. Vəsiyyətnamə ortada yoxdursa, deməli qara qəpiyi də almayacaqsan. Üstəlik biz tərəflərdəki o haqq hesab da təzələnəcək. Rəşidinin narazılığı əməlli başlı hədə-qorxuya çevrilmişdi. Mən bir də ona zəng vuraram. Musa günahkar tərzdə dedi. Rəisi Malik Quliyevi Bakıya çağırır. Biraz gözləyək. Gözləməyəcəyik, deyə Rəşidi yumruğunu kreslonun qoltuğuna çırpıb ayağa qalxdı. Öz zibilindi təmizlə. Hələ onu demirəm ki, o tapdığın gədə açıq-aşkar rəmzkarla Leylanı güdürmüş. Harda saxlamalıydı ki avtomobili? Deyə Musa onu dilə tutmağa çalışdı. Ora xaraba gilandı. Daldalanmağa yer yoxdur axı. Musa dişlərini ağartdı, amma əsəbi görünürdü. Necədir o atalar sözünüz? Çobanın meyli olsa, təkədən pendir tutar, dedi. Sonra sifət mimikasını bir qədər dəyişdirib əlavə etdi. O türməyə bastığın necə adamdır? Güvənmək olar? Deyə soruşdu. Musa bu yerdə bir qədər duruxdu. Çünki Kərim Xalıqovun qatili rolunu oynayan şəxs barədə Rəşidiyə ətraflı məlumat vermişdi və məhz Rəşidinin razılığından sonra onunla sadişə getmişdi. Musa bir daha Niyazın sədaqətli insan olması barədə ağız dolusu danışsa da, Rəşidi ona növbəti dəfə xəbərdarlıq etdi. Sən öz inamını itirmisən, Musa qardaşım. Səninlə bağlı olan insanlara bundan sonra necə güvənə bilərəm? Dedi. Musa özünün şərəfsiz həyatı boyu Rəşidi kimi qəddar və qırmızı insanlarla çox rastlaşmışdı. Şəxsiyyətini alçatmışdılar, amma o dinməmişdi. Çünki çörəyi belələrindən çıxırdı. Rəşidi isə bəlkə də Musanın bu günə qədər ayağı altına xalça olduğu insanların hamısından daha qəddar idi. Rəşidinin gözlərindən nifrət yağırdı. Musa, dəqiq de mənə, rəmzkar indi hardadır? Musanın gözlərinə işıq gəldi. Deməli, Rəşidinin hirsi soymuşdu. Sahiblə elə bu dəqiqə danışdım. Deyir, Sadıq kişinin evindədirlər, deyə Musa onu əmin etdi. Rəşidi son zərbəni endirmək ərəfəsində idi. Musa, dostlarımız cami məscidinə elə-belə getməyib. Bu işin bir əmması var. O mənada ki, onlar vəsiyyətnaməni elə cami məscidində axtarırlar. Çünki Əyyub Yusifov, siz demişkən, işinin ustasıdır, deyə Musa qeyri-ixtiyari tərzdə Rəşidiyə yaltaqlandı. Rəşidi Əyyubun əks olunduğu fotolara bir daha nəzər saldı. Rəmzkar bizə vəsiyyətnaməyə qədər lazımdır. Leyla isə vəsiyyətnamədən sonra, özü də diri. Rəşidi bunları dedikdə fotodakı Əyyubu barmağı ilə döyəcləyirdi. Bu o barmaq idi ki, gümüşü üzük sanki hərisliklə ona sarınmışdı. 9-cu fəsil. Zülmət və qan. Musa tərəfindən Malikin əl-ayağının yığışdırılması ilə bağlı qurulan məkirli plan alt-üst olmuşdu. Malik Əyyub ilə Leylaya vəsiyyətnamə tapılmayana qədər qəti şəkildə Bakıya dönməyəcəyini söyləmişdi. Hətta Rəsulovun ikinci dəfə açdığı telefon zəngi belə Maliki fikrindən döndərməmişdi və döndərə də bilməzdi.
Çünki qarşıda Əyyubun planı dayanırdı. Əyyub artıq əmin idi ki, vəsiyyətnamə cami məscidində torpağa gömülüb. Əgər Xalıqovun yazdığına əsaslanma varsa, deməli vəsiyyətnamə Şirxurşid gerbinin tən altında simmetrik xətt üzrə gizlədilmişdi. Həmin yeri indi asfalt örtük gizlədirdi. Əyyub vəziyyətdən çıxış yolunu asfaltın qazılmasında görürdü. Fəqət bu təklif bir mənalı şəkildə Sadıq kişinin və elə Malikin də narazılığına səbəb oldu. Əslində müəyyən mənada onlar haqlı idi. Əvvəla ona görə ki, qazıntı işinin aparılması Ordubadın müvafiq dövlət strukturlarından icazə tələb edirdi. Qanunun digər tərəfindən yanaşsaq, Əyyub sözsüz ki, Ordubadda ekspertiza aparmaq hüququna malik deyildi. Bunun üçün rəsmi icazə alınmalı idi ki, bu da hazırki vəziyyətdə ona sərfəli deyildi. İstənilən halda onun atacağı addım qanunsuz hesab ediləcəkdi. Qazıntını gizli şəkildə aparmaq isə müşkül məsələ idi. Bu da onunla bağlı idi ki, cami məscidinin yerləşdiyi ərazi Ordubadın mərkəzi idi və məscidin yaxınlığında yaşayış obyektləri, o cümlədən Qeysəriyyə adı ilə məşhur olan Tarix Diyarşünaslıq Muzeyi yerləşirdi. Bəlkə bu məsələni qanuniləşdirəsiz, əməlli başlı icazə alasız, deyə Sadıq kişinin gəlini Rəsmiyyə söhbətə müdaxilə etdi. Sadıq kişi müdrikcəsinə Rəsmiyyənin müdaxiləsinin yersiz olduğuna eyham vurdu. Rəsmiyyə qızım, bayaqdan dil dodağımız yanır, bəlkə çay dəmləyəsən, dedi. Rəsmiyyə qaynatasının etiraz üsulunu anladı, amma özünü itirmədən, baş üstə, deyərək aynəbəndə keçdi. Sadıq əmi, Seyfəddin necə adamdır, deyə Əyyub soruşdu. Axundu bura qatmayın, deyə Sadıq kişi başını buladı. Əyyub bu məqamda üzünü Malikə tutdu. Malik, sən qanun adamsın, bir şey fikirləşməlisən, vəsiyyətnamə oradadır, Şirxurşidin altında, dedi. Axı, hardan bilirsən ki, vəsiyyətnamə Şirxurşidin altında bastırılıb, deyə Sadıq kişi əlində tutduğu kağızları, Kərim Xalıqovun elmi işi idi, masaya səpələdi. Bu biçarə tarixçimiz yazır ki, Şah Abbasın altında, daha yazmır ki, Şirxurşidin. Əyyub başa düşürdü ki, Sadıq kişi malik olduğu məlumatı söyləməkdən yayınmağa çalışır. Artıq ötən gecəki Sadıq kişidən əsər əlamət qalmamışdı. Görünür, Əyyubun cami məscidinin arxasında qazıntı aparmaq barədə irəli sürdüyü və gerçəkləşməsini israr etdiyi təklif onu belə dəyişmişdi. Əyyub dedi, Sadıq əmi, hamımıza yaxşı bəllidir ki, Şirxurşidin kökü bizdən, Səfəvilərdən gəlir. Mən Xalıqovun yazılarını oxumuşam. O faktları qeyri-adi şəkildə çatdırmağı bacarıb. Xalıqovun yazdığı o sətirlər cami məscidi ilə üst-üstə düşür. Sonra Əyyub əlavə etdi. Amma bir məsələ var. Məscidin arxa tərəfinə daş piltələr döşənib, dedi. İndi ənənədir. Dövlət, cəmaat pul verir. Gedib Gilançaydan daşları kəstirib gətirirlər. Onları çıxarmaq asandır. Sadıq kişi nailac görünürdü. Əyyub gözlərini yumaraq başını tərpətdi. Sadıq kişi mənalı baxışlarını Leyliyə tikdi. Leyla bu baxışlardan heç nə anlamasa da təbəssümlə gülümsündü. Sadıq kişi Əyyubun inadkar bir insan olduğundan əmin idi və onu bilirdi ki, Əyyub cami məscidində qeyri-qanuni qazıntı aparmaq üçün bütün imkanlarını israf edəcək. Lazım gələrsə, Axund Səfiyyətdindən qazıntı barədə özü şəxsən xahiş edəcək. Necə deyərlər? Bir daş altda, bir daş üstə. Siz əminsiniz ki, vəsiyyətnaməni orada tapacaqsınız? Deyə Sadıq kişi üzünü Əyyuba tutdu. Əyyub özündən razı halda köks ötürdü. Əvvəla bu əminliyi məndə siz yaratdınız, Sadıq əmi. Mənə Şirxurşidi göstərməklə, dedi. Bizə kömək elə, Sadıq əmi. Bizi Axundla görüşdür. Sadıq kişi sustu. Deməli, razılıq əlaməti idi. Mətbəxdən gələn pürrəngi çayın qoxusu hər kəsi məst etsə də, Sadıq kişi qonaqlarla bərabər cami məscidinə üz tutmağa hazırlaşırdı. Təkcə Əkbər onların arasında deyildi. Görünür, ailəni dorandırmaq üçün yenə də sükanı fırladırdı. Birazdan onlar cami məscidinin Axundu Səfiyyətinin otağına keçib pürrəngi çay süfrəsində əyləşdilər. Axund Səfiyyətin Sadıq kişinin xətrini çox istəyirdi. Ümumiyyətlə, Ordubadda elə bir insan tapılmazdı ki, Sadıq kişinin xətrini istəməsin, onun bir sözünü iki eləsin. Elə cami məscidinə yollananda da Sadıq kişi sözünün yeri düşməyəcəyindən əmin idi. Hərçənd bunu ürəksiz edirdi. Təbii ki, qazıntı işinin əsl mahiyyəti Səfiyyətindən gizlədildi.
Leylanın atası Yaqub kişinin cızdığı rəmzlərin məntiqi baxımdan açıldığı və Kərim Xalıqovun tamamlanmamış elmi işi barədə səfiyyətinə bir kəlmə belə söylənilmədi. Leyla isə Şir Xurşidin aşağı hissəsini qazmaq səbəbini belə izah etməyə məcbur oldu. Atam Yaqub kişi öləndə buranı qazmağa vəsiyyət edib. Mən də bir övlad kimi onun son istəyini yerinə yetirmək istəyirəm, dedi. Sonra əlavə etdi. Başa düşürsüz də, ölüm ayağında dediyi son sözlər bu oldu. Səfiyyəddin əlini tüklü çənəsində gəzdirdi. Nəyisə yadına salmağa çalışdı. Mən neçə ildir buranın axunduyam. Cami məscidinə gəlib gedənlərin demək olar ki, hamısını tanıyıram, dedi. Yerliləri də, gəlmələri də. O özünü Naxçıvanlı sayırdı. Leyla dedi. Naxçıvanda tarix müəllimi işləmişdi. Sonra Bakıya köçmüşdü. Olsun, amma yenə də, deyə Səfiyyəddin beyninin dərinliklərinə baş vurmağa çalışdı. Burada nə bastıra bilər axı? Bir də niyə bastırsın? Özü də Naxçıvandan gəlib burada, Cami məscidinin arxasında. Sonra əlini saqqalına çəkib gülümsündü. Sadıq kişi bizim ağsaqqalımızdır. O deyirsə, biz iki əlli razı olmalıyıq. Can dərdi də olsa, bunları dilinə gətirdi. Səfiyyəddin şübhəsiz ki, Sadıq kişinin sözündən çıxmadı. Amma bununla belə ehtiyat etdi. Ən azından ona görə ki, nə Əyyubu, nə Maliki, nə də Leylanı tanımırdı. İstədi özünü toplayıb Sadıq kişiyə düz adam olsaydılar, belə bir işə qanuni yolla qol qoyardılar. Söyləsin. Amma demədi. Göz yumdu. Sadıq kişidən keçmədi. Yaxşı, tutalım ki, qazdız. Leyla xanım da atasının vəsiyyətini yerinə yetirdi. Bundan nə fayda? Bəlkə orada atanız qızıl bastırıb, deyə Səfiyyəddin gülümsündü. Əgər qızıl tapılsa, bir dənəsinə belə əl vurmayacağıq. Hamısı qalar burada. Leyla eyni tərzdə cavab verdi. Biz ordubadlılar dünya malına gözümüzün ucu ilə də baxmarıq. Amma dövlət var, qayda qanun var, deyə Səfiyyəddin pürrəngi çaydan bir qurtum aldı. Məsələ burasındadır ki, dünən axşam 2 nəfər də Şir Xurşidə gəlib baxıb. Siz mənim yerimdə olsaz, şübhələnməzdiniz? Bu məqam Malikin diqqətindən yayına bilməzdi. Necə adamlar idi? Deyə o maraqla xəbər aldı. Biri Azərbaycanlı idi, özü də jurnalist. Amma o biri xalis İranlı idi. Ağzını açıb kəlmə kəsməsəydi belə, bənizindən oxumaq olardı, deyə Səfiyyəddin təbəssümlə cavab verdi. Amma Leyla həmin anda Malikə işarə etdi. Malik anladı ki, hələlik dərinliyə getmək lazım deyil. Əsas məsələ nəyin bahasına olursa olsun, qazıntı işinə razılıq verilməsidir. Səfiyyəddin də anladı ki, daha dərinliyə getməyin lüzumu yoxdur. Sadıq kişi gəlibsə, deməli xeyir dua verməlidir. Yaxşı, Allah Məhəmməd yaylı. Bu gecə gəlin. Düz saat 2-dən sonra, dedi. Görək bu işin axırı necə olur. Bəs hakimiyyət orqanları, polislə problem çıxsa, onda necə? Deyə Malik hər kəsi sığortalamağa çalışdı. Səfiyyəddin divar saatına boylandı. Əqrəblər 5-in üzərində dayanırdı. Hələ vaxta var. Təbii ki, hifsi bədən də lazımdır. O dedi. Əyyub Axundun nəyi nəzərdə tutduğunu başa düşdü. Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır kəlamı da burada öz mənasını itirmişdi. Axtarış gecə saatlarında aparılmalıydı. Malikin təşəbbüsü və Əkbərin səyi nəticəsində hardansa köhnə və mənbəyi bəlli olmayan 3 uniforma əldə edildi. Uniformalar o qədər köhnəlmişdi ki, rənglərini belə ayırt etmək olmurdu. Gecə ordubadın üzərinə ulduzlu örtük çəkməyə tələsirdi. Sanki əsrlərin sirrinin bu qədim şəhərdə açılmasını özü himayə edəcəkdi. Əqrəblər saat 1-i göstərirdi. Bu isə ona işarə edirdi ki, hər üçü uniformalarını geyinib cami məscidinə üz tutmağa hazır olmalıydilər. Elə hazır idilər də. Sadıq kişi isə onları mənalı baxışlarla süzür və elə hey susurdu. Malik, Leyla, Əyyub və bir gözünü aynabəndəki televizordan çəkməyən futbol maçı nümayiş olunurdu. Əkbər də susurdu. Rəsmi ev uşaqlar isə dünyanın qayğısız bəndələri kimi mışıl-mışıl yatırdılar. Sadıq kişi bu məqamda ucadan səsləndi. Sabah uşaqların anasının ad günüdür. Hər nə işimiz olursa olsun, bu günlərdə Malik İbrahimə gedirik. Malik İbrahim Ordubadın köhnə qəbristanlığıdır. Şəhərin ən hündür və səfalı yerlərindən birində yerləşir, deyə Əkbər atasının sözlərinə aydınlıq gətirdi. Sadıq kişinin bu sözlərini Əyyubgil yersiz,
Söhbətdən yayınmaq üçün bəhanə hesab etdilər. Bunu görən Sadıq kişi iti nəzərlərlə Əkbərə sarı boylandı. Əkbər, sən cami məscidinə gedirsən, ötür onları, dedi. Yox Sadıq əmi, yox, biz yol tanıyırıq, deyə Əyyub əlini ayağa qalxmaq istəyən Əkbərin çiyninə qoydu və Maliklə Leylaya göz vurdu. Bir də ki, bu uniformalarda daha bizə zaval yoxdur. Sadıq kişi dinmədi. Leyla əyilib onun üzündən öpdü. Sadıq əmi, hər şeyə görə çox sağ ol, dedi. Əkbər onlarla getməyə israr etsə də, Sadıq kişi üz ifadəsi ilə ona evdə qalmasına işarə etdi. Sadıq kişi ilə sonuncu görüşən Əyyub oldu. Elə görüşürsüz ki, elə bil daha qayıtmayacaqsınız. Əkbər zarafatyana tərzdə dedi. Sadıq kişi xeyir dua verdi. Allah özü hamımıza kömək olsun, dedi. Onlar zəruri olan qazma vasitələrini və fanar götürüb gecənin qaranlığında yola çıxdılar. Ulduzlu səmanın tən altı ilə, xoş və mülayim küləyin insanı sanki doğma balası kimi əzizlədiyi bir gecədə cami məscidinə doğru addımlayan 3 nəfər, əslində zamanın hökmü ilə barışmayaraq onun əksinə gedib, dərinliyinə baş vurmuşdular. Ətraf bomboş idi. Yuxu hər kəsə hakim kəsilsə də, küçənin bərk vuran işıqları ona təslim olmamışdı. Keşikçi kimi dayanaraq döyüşə hazır əskəri xatırladırdı. Malik və Əyyubun əlində bel, uzun, sivri uclu metal çubuq vardı. Əyyub həm də fanar götürmüşdü. Oxşar metal çubuq Leylanın da əlində vardı. Hər üçü papağı başına elə kip geyinmişdi ki, kənardan baxsaydın, heç birini tanımazdın. Cami məscidinin arxasına yetişəndə Əyyub fanarı yandıraraq yuxarı hissəyə, Şir Xurşidə tərəf istiqamətləndirdi. Gecənin qaranlığında günəş doğdu və sanki Şah Abbasın özü mazanlarındakı məqbərəsindən qalxıb Ordubada gəldi. Onlara xeyir dua verdi. Bunu yalnız Əyyub hiss etdi. Leyla isə Şir Xurşidi görər-görməz dərhal atasını xatırladı. Gözləri yaşardı. Malik əvvəlcə Əyyuba, sonra isə Leylaya nəzər salaraq onları ayıltmağa çalışdı. Vaxtdır, başlayaq, dedi. Hə, başlayaq, deyə Əyyub başını yırğaladı və öz oxu ətrafında fırlanmağa başladı. Sonra metal çubuğu götürərək əlavə etdi. Gerbin aşağısına doğru simmetrik hesablayıb qazırıq. Amma əvvəlcə bu gilan daşlarını çıxarmaq lazımdır, dedi. Bismillahirrahmanirrahim. Malik və Əyyub metal çubuqla daşları yerindən oynatmağa başladılar. Onların yerindən qoparılması asan başa gəlirdi. Bir neçə daşı qoparıb astaca kənara qoydular. Leyla gözlərini ətrafdan çəkmirdi. O deyirdi. Əgər bu paltarları geyinirdiksə, niyə Axunda ağız açdıq? Malik əl saxlayıb ona cavab verdi. Axundun dediyi hifsi bədən elə onun özüdür və işinə davam etdi. Əyyub metal çubuğu kənara qoyub bel götürdü. Qazmağa başladı. Leyla da digər beli götürüb işə girişdi. Hər üçü var gücü ilə qazırdı. Leyla əlini alnına apararaq beli kənara tulladı və daşın üstündə əyləşdi. Əyyub bunu görəcək dərhal Leylaya yanaşdı və ona qayağı göstərməyə çalışdı. Leyla, hər şey qaydasındadır? Hə, deyə Leyla əllərini üzünə çəkdi. Sən əyləş, Maliklə mən bacararıq, deyə Əyyub əlini qızın alnında gəzdirdi. Leyla təbəssümlə Əyyuba baxdı, başını tərpətdi. Malik var gücü ilə qazırdı. Elə bu zaman belin dəmir parçasına toxunduğunu hiss etdi. Bundan sonra həmin dairəni astaca qazmağa çalışdı. Nisbətən dərin qatda pas atmış 4 künc dəmir gözünə sataşdı. Əyyub, bir bura bax, Malik astadan çağırdı. Əyyub onun göstərdiyi istiqamətə boylandı. Fanarla həmin yeri işıqlandırdı. Dəmirin üstündə zəif də olsa naxışlar gözə dəyirdi. Mücrü, deyə Əyyub əlini torpağın qazılmış hissəsinə uzatdı. Leyla və Malikin gözləri heyrətdən bərəlmişdi. Əyyub mücrünün üstünü təmizləməyə başladı. Onu dərinlikdən çıxarmağa çalışdı. Malik bunu görəcək, həmin hissəyə yenidən kürək vurdu. Leyla fanarı tutmuşdu. Əyyub iki əli ilə mücrünü torpağın dərinliyindən çıxardı. Üstünü təmizlədi. Mücrünün əntik əşya olmasına şübhə yox idi. Amma bağlanan hissədə sonradan şifrəli qıfılın quraşdırılması açıq-aydın görünürdü. Belə şifrəli qıfıllar daha çox diplomat çantalarda rast gəlinirdi. Ən maraqlısı da bu idi ki, mücrünün aşağı hissəsində Şir Xurşidin şəkli əks olunmuşdu. Leyla mücrünü Əyyubdan alaraq
Barmaqlarını onun üzərinə sürtdü və qeyri-ixtiyari şəkildə ata kəlməsini söylədi. Şifrəli kilit sonradan quraşdırılıb. O saat bilinir. Malik dedi. Bəlkə qıraq? Olmaz, deyə Əyyub qəti şəkildə etirazını bildirdi. Kilit mücrünün dodaqlarına pərçimlənib. Mücrünü də, onun içindəkini də məhv edə bilərik. Əsas odur ki, mücrünü tapmışıq. %100% əmin olun. Vəsiyyətnamə bunun içindədir. Ola bilər. Elə bu məqamda arxadan səs eşidildi. Malik, Əyyub və Leyla arxaya döndülər. Qaranlıqda üzləri o qədər də sezilməyən 2 nəfər silahlarını onlara sarı tuşlamışdı. Silahlılardan arxada isə Musa dayanmışdı. Malik əvvəlcə elə başa düşdü ki, gələnlər hüquq mühafizə orqanlarındandır və təbii ki, onları dilə tutmağa çalışdı. Qardaş, biz qəza xidmətindənik. Aşağı məhəllənin xəttinə baxmalıyıq, dedi. Musa amiranə tərzdə dilləndi. Üzünüz divara. Gedək, orada ayırt edərik, dedi. Əyyub söhbətə müdaxilə etdi. Qulaq asın, biz yuxumuza haram qatırıq. Gecənin bu aləmində işləyirik. Bu nə deməkdir? Dedi. Silah çəkmək. Musa bu məqamda səsinin tonunu qaldırdı. Üzü divara dedim. Əlinizdəkini də bura ötürün. Bu xanımın kosmetika qutusudur. Neyinirsiniz bunu? Deyə Əyyub mücrünü barmaqları ilə sıxdı. Musa bu məqamda silahlılardan birinə işarə etdi. Silahlı oğlan Əyyuba yanaşaraq mücrünü ondan almaq istədi. Lakin Əyyub vermədi. Bunu görən Musa cibindən silah çıxarıb Leylaya tuşladı. Əyyub çarəsiz halda mücrünü silahlı oğlana uzadaraq əllərini boşaltdı. Leyla baxışları ilə Əyyubu bu addımına görə ittiham etdi. Musa dedi, indi isə üzü divara. Əgər polissənsə, sənədini göstər, deyə Malik silahlı oğlanın önünə keçdi. Musa özündən razı görünürdü. O yenidən amiranə tərzdə dilləndi. Əyyub Yusifov və Leyla Nəzərova, bizimlə gedəcəksiniz, dedi. Mən hazır, amma Leyla evə qayıdacaq. Onun yerinə Malik gedər, deyə Əyyub Leylanın çiyinlərindən yapışdı. Deyəsən nazınızı çəkməliyik. Leyla və Əyyub, cəld maşına, deyə Musa lüləsinə səsbatırıcı taxmış silahı ilə Leylanın ayağı altına atəş açdı. Gedək Əyyub, deyə Leyla Əyyuba göz vurdu və irəli çıxdı. Əyyub da onun arxasınca addımlamağa başladı. Elə bu zaman Malik silahını çıxararaq Musaya sarı tuşladı. Qaqaş, sənin polisə dəxlin yoxdur. Ordubada gələndən bəri bizim quyruğumuzdasan, deyə Malik tətiyi hazır vəziyyətə gətirdi. Kimsiz? Nə istəyirsiniz? Malik qonaqların, o cümlədən Musanın silahının lüləsinə səsbatırıcının taxıldığına indi diqqət yetirirdi. Hər şey dəqiq hesablanmışdı. Silahlı oğlanlar Leyla ilə Əyyubu aparırdılar. Amma hər ikisinin gözü arxada idi. Musa da onlarla bərabər arxaya çəkilirdi. Malik isə irəli gedirdi. Yazıqsan, 2 övlad atasısan. Polisdə hörmətin var. Qarışma bu işə. Çıx get öz xarabana, deyə Musa ikrah doğrucu bir ifadə ilə dedi. Kəs səsini. Tulalarına de, silahları yerə atsınlar, deyə Malikin gözlərinə qan damırdı. Elə bu məqamda Əyyub çevik hərəkətlə silahlardan birinə qəfil zərbə endirdi. Bunu görən Malik atəş açdı. Silahlı oğlanlardan biri yerə sərildi. Musa cəld Leylanın qolundan yapışaraq onu öz tərəfinə çəkdi. Digər silahlı isə Əyyuba zərbə endirdi. Mücrü yerə düşmüşdü. Bunu görən Musa silahı Leyladan çəkmədən Əyyuba astaca əmr etdi. Götür. Səs-küy düşməmək üçün götür. Əyyub əyilərək mücrünü götürdü. İndi isə get maşına, Musa əlavə etdi. Əyyub nə edəcəyini bilmirdi. Donmuş baxışlarla Leylaya baxırdı. Musa daha da səbirsizləndi. Get, dedim. Əyyub astaca addımlamağa başladı. Həmin ağ rəngli Jiguli məscidin demək olar yanında dayanmışdı. Onların başı qazıntıya qarışdığından heç biri, xüsusilə də Malik, ağ rəngli Jiguliyə fikir verməmişdi. Xaraba yılana qədər gəlmişdiz deməli, deyə Malik əsəbindən dişlərini qıcadı. Sənə dedi yaxı, qayıt şəhərinə, rəisin də zəng eləmişdi, deyə Musa Leylanı özü ilə bərabər avtomobilə sarı çəkdi. Digər silahlı oğlan da onunla artıq avtomobilin yanında idi. O Musanın işarəsi ilə Əyyubun əl-qoluna qandal vurdu. Malik hirsindən dil dodağını gəmirirdi.
Çünki əslində onun da əl-qolu bağlı idi. Musa tətiyi Leylaya tuşlamışdı. Əyyubun əl-qolu bağlandıqdan sonra onu maşının arxa oturacağına əyləşdirdilər. Silahlı oğlan daha sonradan Leylanın əl-qolunu bağlamağa başladı. Musa bu müddətdə barmağını tətikdən çəkmirdi. Malikin əlləri əsirdi. Elə bu məqamda küçənin aşağı hissəsindən, bazar tərəfdən polis maşınının qıyı eşidildi. Musa cəld Leylanı Əyyubun yanında əyləşdirdi. Silahlı oğlan onların yanına keçdi. Malik bu məqamda atəş açdı. Musa ön oturacağı tərəf keçərək Musaya atəşlə cavab verdi. Avtomobil yerindən götürüldü. Malik onların arxasınca qaçmağa başladı. Avtomobil istiqamətini dəyişərək aşağı yola tərəf hərəkət etdi. Malik istiqaməti qəfil itirdiyi an Musa ona səsboğucudan bir neçə dəfə atəş açdı. Malik qarın boşluğundan və ayağından güllə yarası alaraq məscidin hündür pillələri üzərinə yıxıldı. Huşunu itirdi. Polis cami məscidini mühasirəyə alanda ağ Jiguli artıq aradan çıxmışdı. Məscidin pillələri huşsuz vəziyyətdə sərilmiş Malikin qanına boyanmışdı. Məscidin arxa tərəfində yaralanmış, amma aradan çıxmağa çalışan silahlı oğlanlardan biri gözə dəyirdi. Amma artıq gec idi. Ərazidə polis əməkdaşlarının sayı anbaan çoxalırdı. Gecənin sükut vəd edən zülməti sözünün üstündə dura bilməmişdi. Bir parça kağız yenə də qan bahasına çevrilmişdi. 10-cu fəsil. Diri gözlü açılan səhər. Həmin gecə Sadıq kişi dükan üstündə oturmuşdu. Əkbər isə futbol həvəskarı olduğundan təxminən gecə yarısına qədər Türkiyə televiziya kanalından məşhur klubların qarşılaşmasını izləyirdi. Təxminən gecə saat 3 radələrində Sadıq kişi Aynəbənddə vurnuxmağa başladı. Sonra həyətə çıxdı. Əkbər də atasının arxasınca gələrək ona ürək-dirək verdi. Sakitləşdirməyə çalışdı. İndi gedib maraqlanaram. Bəlkə tapmayıblar. Başqa tərəfi qazırlar. Peşəkar qazmaçı olsaydılar, 5-10 dəqiqəyə məsələ bağlanmışdı. Bəlkə də başlarında bir iş var. Sadıq kişi həyəcanını gizlədə bilmirdi. Narahat olma, mən gedirəm, deyə Əkbər ayaqqabılarını geyindi. Elə bu məqamda darvaza döyülməyə başladı. Sadıq kişi dərindən nəfəs alaraq böyük ümidlərlə qapını açdı. Amma kandarda dayananlar başqa uniforma sahibləri idi. İki polis nəfəri salamlaşıb həyətə daxil oldu. Sadıq kişi gələnləri tanıdı. Buna rəğmən çaşqınlıqla onları süzdü. Bala, gecənin bu aləmində xeyirdir, deyə soruşdu. Polis əməkdaşlarından biri, leytenant, qonşu Muradın oğlu İlqar idi. Elə Sadıq kişinin sualını da o cavablandırdı. Sadıq baba, Bakıdan gələn qonaqların cami məscidinin qabağında hoqqa çıxarıblar. Atışma olub. Qızla oğlanı maşına mindirib naməlum istiqamətə aparıblar. Polis əməkdaşı Malik Quliyevin isə vəziyyəti ağırdı. Bir nəfəsə dedi. Necə? Sadıq kişinin dil dodağı qurudu. Sadıq baba, gec də olsa, qonşu da olsaq, sizi idarəyə aparmalıyıq. İlqar bu sözləri deyərkən başını qaldırıb Sadıq kişinin üzünə baxmırdı. Bir də ki, Naxçıvanda, Ordubadda belə hadisələr nadir hallarda olur. Daha doğrusu heç olmur. Hərçənd Sadıq kişi Əyyubun etiraf etdiyi andan etibarən nəyinsə baş verəcəyindən ehtiyat edirdi. Görünür, hansısa məxfi məlumatı vardı. Sir dağarcığı idi. Daxilində xiffət çəkirdi. Ordubadın cami məscidinin ətrafında baş verənlər sözün əsl mənasında bütün Muxtar Respublikaya səs salmışdı. O ki qaldı Ordubada, bu kiçik qədimi şəhərdə elə bir küçə, elə bir məhəllə yox idi ki, Sadıq kişinin Bakıdan gələn qonaqlarının gecə sərgüzəştlərindən bəhs etməsin. Ordubadın mərkəzində atəş səsi nə zaman eşidilə bilərdi? İlin yalnız bir günü. O da ilaxır çərşənbələrdən sonuncusu olan Torpaq çərşənbəsi gecəsində. Bu mərasimə 7 ləvin adı verilmişdi. Hərgah kimsə Ordubada məhz ilaxır çərşənbə günü ayaq bassaydı, ona elə gələrdi ki, şəhərdə hansısa hərbi təlim keçirilir. Çünki həmin gün evlərin damları üzərindən göyə açılan fişənglər sanki baharın gəlişini salamlayır. İnsanların bu ulu bayramı sevinclə qarşılamalarından xəbər verirdi. Bütün şəhəri atəşfəşanlıq bürüyürdü. Həmin gecə Sadıq kişi ilə Əkbərin bölmədə ilkin ifadələri alındı. Cami məscidinin axundu Səfiyyəddin də əhvalatı olduğu kimi danışdı. Fəqət əsl həqiqət onun özündən də gizlədilmişdi.
Sadıq kişi öz ifadəsində Əyyubgilin əsl məqsədindən bir kəlmə belə qeyd eləmədi. Amma istər-istəməz Sadıq kişi ilə oğlu Əkbər artıq polisin bilavasitə nəzarəti altında idilər. Sadıq kişi sübh namazını elə cami məscidində Səfiyyəddinlə bərabər qıldı. Utandığından onunla kəlmə belə kəsmirdi. Səfiyyəddinin onunla danışmaq cəhdi də uğursuz alındı. Səfiyyəddin, gərək belə olmayaydı. Mən dostluğumuza xəyanət etdim, deyə Sadıq kişi gözlərini yumaraq başını aşağı saldı. Darıxma, sənlik nə var ki burada, deyə Səfiyyəddin mehribanlıqla əlini onun əlinin üstünə qoydu. Amma bu, Sadıq kişini sakitləşdirə bilməzdi. Qəlbində hansısa bir zərurət onu addım atmağa sövq edirdi. Və etdi də. Sadıq kişi heç kəsə bir söz demədən xəlvətcə evini tərk etdi və qeyri-müəyyən istiqamətə getdi. 2 güllə yarası alan Malikin isə səhhəti ağır idi. Onu əvvəlcə Ordubad xəstəxanasına çatdırdılar. Polkovnik Rəsulov xəbər tutan kimi, onun Naxçıvanın ən yaxşı xəstəxanalarının birində yerləşdirilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına səsləndi. Danışıqların müsbət nəticəsini əldə edən kimi, Rəsulov elə axşam reisi ilə də Naxçıvana üst tutdu. Amma tək yox. Bu müddətdə Tamilla, Malikin həyat yoldaşı bir neçə dəfə onun mobil telefonuna zəng vursa da, operator ənənəvi sözləri deyirdi. Telefon ya söndürülmüş, ya da şəbəkə xidməti xaricindədir. Təbii ki, Tamillanı da daxilən narahatlıq bürümüşdü. Heç sakit ola bilmirdi. Bununla belə narahatlığını qızına biruzə vermirdi. Həmçinin özünü sakitləşdirməyə çalışırdı. Bəlkə qayıdır, mənə sürpriz eləmək istəyir, deyə özünə təskinlik verməyə çalışdı. Elə bu məqamda qapının zəngi basıldı. Tamilla Maliki görmək ümidi ilə özünü dəhlizə yetirdi. Amma elə o andaca heyrətləndi. Qapının kəndarında polkovnik Rəsulov dayanmışdı. Qanı qara idi. Polkovnik, yatsaydı yuxusuna belə girməzdi ki, Rəsulov nə zamansa onların mənzilinə təşrif gətirəcək. Rəsulovu görər-görməz Tamillanı həyəcan bürümüşdü. Ürək döyüntülərinin sayı artmışdı. Sizə bir xəbərim var. Malik, polkovnik təmkinlə danışırdı. Tamillanın həyəcanı Rəsulovun fikrini tamamlamasına macal vermədi. Rəsulov Malikin Naxçıvan xəstəxanasında olduğunu bir nəfəsə söylədi. Tamilla dəhlizdəki dolaba çöksə də, özünü ələ almağı bacardı. Ürəyimə danmışdı. Məni də ora aparın, nə olar, dedi. Mən də elə ona görə gəlmişəm. Axşam reisinə biletiniz hazırdı. Malik həm qarın nahiyəsindən, həm də qolundan yara almışdı. Elə qarın nahiyəsindən aldığı yara onun həyatını təhlükə altına qoymuşdu. İnsan orqanizminin beyin arteriyaları bu hissəyə birləşdiyindən Malik komaya düşmüşdü. Çoxlu miqdarda qan itirmişdi. Həkimlər onun bundan sonraki həyatına şübhə ilə yanaşırdılar. Polkovnik Rəsulovun səylərindən sonra Maliki Naxçıvana gətirmişlər. Əslində Rəsulovun zəngindən öncə də Malikin Naxçıvana aparılması məsələsi qaldırılmışdı. Fəqət həkimlər onu yerindən tərpətməyi hələ ki məsləhət görmürdülər. Bakıdan gələn zənglər bu prosesi sürətləndirmişdi. Malik reanimasiya otağında yerləşdirilmişdi. Palatanın önündə mühafizə polisi əməkdaş dayanmışdı. Polkovnik Rəsulovla Tamilla saat 22 radələrində Naxçıvana yetişdilər və dərhal xəstəxanaya üst tutdular. Tamilla yol boyu özünü əl almağa çalışırdı. Lakin mühafizə polisi əməkdaşı onları içəri buraxmayanda dözmədi. Mən onun həyat yoldaşıyam, onun yanında olmalıyam. Məni içəri buraxmalısınız, deyə səsini qaldırdı. Olmaz, mənə tapşırıq veriblər. Heç kəsi içəri buraxa bilmərəm, deyə mühafizə polisi əməkdaşı qapının tən ortasında dayandı. Ay Malik, deyə Tamilla hıçqırırdı. Tamilla xanım, özünüzü əl alın. Rəsulov onu sakitləşdirməyə çalışdı. Tamilla əlini saçlarına apardı və dəhlizdə var-gəl etməyə başladı. Tamilla xanım, əyləşin. İndi həkim gələr. Vəziyyətini ətraflı öyrənərik, deyə Rəsulov stulda əyləşdi. Tamilla özünü əl almağa çalışırdı, amma bacarmırdı. Onun Ordubada gəldiyini bilirdiniz, deyə o, üzünü əsəbi bir ifadə ilə Rəsulova tutdu. Sırağa gün xəbər tutdum. Telefonla danışdıq. Tələb elədim Bakıya qayıtsın. Amma qayıtmadı. Bu da axırı. Öz başına addım atmaq istəyib. Bu isə kimlərinsə xoşuna gəlməyib. Rəsulov sakit bir tərzdə cavab verdi. Səhəri diri gözlə açdılar. Bu saatlarda Sadıq kişi isə Barağa çayın sahilinə üz tutmuşdu.
Ordubad rayon polis idarəsi Sadıq kişinin qəfil yoxa çıxması ilə bağlı bütün ətraf əraziyə həyəcan siqnalı vermişdi. Əkbər yenidən sorğu-suala çağırılmışdı. Bizdə olan məlumata əsasən uniformaları qazanxananın işçisi Nağa Əsədovdan götürmüsünüz. Müstəntiqin iti baxışları Əkbərə tuşlanmışdı. Əkbər dinmədi. Bu isə müstəntiqi özündən çıxartdı. Əkbər, faydası olmayacaq. Niyə onlara uniforma tapmışdın? Hanı Sadıq kişi? İstintaq əvvəl-axır hər şeyi üzə çıxaracaq. Əkbər başını qaldırıb, eyni görkəmlə ona cavab verdi. İstintaq tapacaqsa, mən nə karəyəm? Qoy elə istintaqınız işləsin, dedi. Müstəntiq Əkbərin özündən razılığına dözmədi. Sən şübhəli şəxs qismində saxlanılırsan, dedi. Razı qaldın? Əkbər gülümsündü. Məsləhət sənindir, yoldaş müstəntiq, dedi. Müstəntiq ayağa qalxıb kabinetdən çıxdı. Əkbər əllərini sinəsində çarpazlayaraq, nəzərlərini pəncərədən boylanan ərik ağacına tikdi. Budaqlardan sallanan əriklərə baxıb ağzı sulandı. Bayaqdan dilinə heç nə dəyməmişdi. Ayağa qalxıb əlini pəncərədən budağa doğru uzatdı. Elə əriklərdən birini qoparmışdı ki, polis əməkdaşı içəri daxil oldu. Onun əlində qandal vardı. Əkbər qandalı görüb əvvəlcə qaşlarını çatdı. Sonra şaqqanaq çəkib güldü. Hardan tapmısan bunu? Bizim qonşumuz var, dəmirçi. Hər şey düzəldir. Bircə qandaldan başqa. Bəlkə İrandan gətirmisən, dedi. Polis əməkdaşı Əkbəri tanıyırdı. Odur ki, bu sözlərdən pərt oldu. Qandalı cibində gizlətdi. Başa düşürəm, qanun qulusan. İstəmirəm mənə görə sənə söz gəlsin, deyə Əkbər əriyi 2 hissəyə bölüb iştahla yeməyə başladı. 11-ci fəsil. Dəmirçi Talıb, yaxud Sadıq kişinin pənahı. Ordubad torpağının hətta tikanlıqları da daima fəzli hünər meyvəsinə sahibdir. Əli Nəqi Kəmrəyi. Tərcümə Şahin Fazilindir. Bura Ordubadın mərkəzindən 52 kilometr şimal-qərbdə, Gilan çayın sahilində yerləşən bir qəsəbə idi. Ordubadlılar buranı çox sevirlər. Əhalisinin sayı barmaqla sayılası qədərdir. Gözəl meyvə bağları. Hərçənd dünyanın ən füsunkar meyvə bağları elə Ordubaddadır. İlə öyünə bilər. Söhbət Parağa çaydan gedir. Hadisələrin düyünləndiyi bir vaxtda Sadıq kişinin heç kəsə bəlli olmayan səbəblərdən üz tutduğu Parağa çaydan. Sadıq kişi bura piyada üz tutmuşdu. Odur ki, Sadıq kişi qəsəbəyə axşam saatlarında yetişdi. Qəsəbəyə yetişəndə addımlarını daha da sürətləndirdi. Amma yorğunluğu üzündən oxunurdu. Hər halda qınamaq olmazdı. Yaş öz işini görürdü. Olanlara rəğmən Sadıq kişi nikbinliyini bir an belə olsun bədbinliyə təslim etmirdi. Sadıq kişi qəsəbənin içərisinə doğru addımladı. Çəhrayı rəngli darvazanın önündə ayaq saxlayıb onu döydü. Qapı önündə çox gözləmədi. Qapını açan qadın yaşının az olmasına baxmayaraq qoca fəndi geyinmişdi. Odur ki, nisbətən yaşlı görünürdü. Dən düşmüş saçlarını yaylıq gizlətmişdi. Sadıq kişi onun üzünə baxmırdı. Salam, Talıb evdə? Keçin içəri, deyə qadın qapının önündən çəkildi. Sadıq kişi xudmani, bir mərtəbəli evin həyətinə daxil oldu. Həyətin lap sonunda daşdan hörülmüş balaca bir otaq vardı. İçəridə dəmir-dümür səsi gəlirdi. Qadın həmin otağa işarə etdi və Sadıq kişi otağa keçdi. Bura əslində dəmirçi emalatxanası idi. Dəmirdən hazırlanmış müxtəlif qablar, baca üçün borular, samavar boruları gözə dəyirdi. Bura Sadıq kişinin bayaq xəbər aldığı Talıba məxsus idi. Talıb kişi əslində əsli köklü nəsildən idi. Dəmirçilik isə sadəcə vaxtı öldürmək üçün bir vasitə idi. Talыбın yaşı 50-ni ötmüşdü. Hündür boylu, ağbəniz, nurani sifəti vardı. İpəyə bənzər saçlarını arxaya darayardı. Talıb gününün demək olar ki, yarısını bu emalatxanada keçirərdi. Bəzən sifariş olmasa belə, dəmir dömürü ilə qurdalanar, nəsə düzəltməyə cəhd edərdi. Amma alınmırdı. Çünki həqiqətdə Talıb bu peşənin adamı deyildi. Ona sadəcə bir hobbi kimi yanaşırdı. Talıb həyat yoldaşı Şəhla ilə birlikdə 10 ilə yaxın idi ki, Parağaçay qəsəbəsinə köçmüşdü. Əslində Talыбın bu addımı hamını heyrətə salmışdı. Axı necə ola bilərdi ki, uzun illər Ordubadın mərkəzində yaşayan bir ailə günlərin bir günü Parağaçay qəsəbəsinə köç edərmiş.
Ordubadlılar özlərinə aid olmayan məsələyə qarışmaz, ona müdaxilə etməzlər. Odur ki, Talıbın da köç etməsi ilə bağlı yaranan sualları elə içlərində boğmuşdular. Bircə Sadıq kişi məsələdən hali idi. Sadıq kişi içəri daxil olanda Talıb çəkiclə dəmiri döyəcləyirdi. Əvvəlcə Talıbı mənalı baxışlarla süzdü. Salam Talıb, dedi. Əleykümə salam Sadıq, deyə Talıb çəkiclə dəmiri döyəcləməyə davam etdi. Sadıq kişi sakitcə kətilin üstündə əyləşdi və adəti üzrə qotazlı təsbihini çıxararaq dənələməyə başladı. Sadıq kişinin birbaşa istiqamətlənmiş mənalı nəzərlərini süzən Talıb əl saxlayaraq çəkici kənara qoydu və özü də Sadıq kişi ilə üzbəüz kətilin üstündə əyləşdi. Hə Sadıq, nə var nə yox, deyə xəbər aldı. Adətən sən gələndə həmişə nəsə baş verir. Zarafat deyil, 12 il keçib. Sadıq kişinin görkəmi tamamilə ciddi bir ifadə aldı. Talıb, vəsiyyətnamə hanı? Deyə soruşdu. Niyə soruşursan? Sadıq kişinin qəfil sualı Talıbın həyəcanına səbəb oldu. Nə məsələdir yenə? Sadıq kişi təsbehi barmaqları arasında sıxaraq həyəcanla danışmağa başladı. O kağız parçasına görə yenə də qan töküldü. Dünən gecə. Düz Ordubadın göbəyində. Bir nəfər indi bu dəqiqə can üstədir. O biri 2 nəfərin taleyi heç kəsə bəlli deyil. O ki qaldı mənə, bu yaşımda məni məşhər ayağına çəkirlər. Sadıq kişinin gözləri qızarıb hədəqədən çıxmışdı. Talıb ayağa qalxıb, emalatxananı var-gəl eləməyə başladı. Kimin nəyinə lazımdır axı bu dəyərsiz sənət? Deyə Talıb deyinməyə başladı. Tarix dəyişəcək? Yox, hər şey olduğu kimi qalacaq. Çox qan tökülüb bu vəsiyyətnaməyə görə. Varislər onu qoruyub. Nə olsun? Bu nəyi dəyişir? Talıb sanki özündə deyildi. İçində qurulmuş xüsusi bir qurğu onun nitqini diktə edirdi. Sadıq kişi isə tələb edirdi. Talıb, vəsiyyətnamənin mövcud olduğunu sübut eləmək lazımdır. Bunu da yalnız sən edə bilərsən. Elin gözü tərəsidir. Talıb bu məqamda özündən çıxdı. Mən, dedi. Ordubadda Hatəm bəy nəslinin yüzlərlə davamçısı var. Onların çoxusunu heç mən də əməlli başlı tanımıram. Mən tək başına nəsə edə bilmərəm. Amma cəhd eləmişdin, deyə Sadıq kişi onunla burun-buruna dayandı. Talıb da səsinin tonunu qaldırmışdı. Nəyi dəyişəcək vəsiyyətnamə? Nəyi? Nadir Əfşar öz dövlətini böyük İran üçün qırmayıb. Bugünkü İran dövləti də hakimiyyəti Pəhləvilərdən. Pəhləvilər isə Qacarlardan mənimsəyib. Vəsiyyətnaməni İranın bir qrup fanatik axtarır. Qoy axtarsınlar. Nə birincidirlər, nə də axırıncı. Sadıq yenidən kətrin üstündə əyləşdi. Deməli, varislər də fanatikdir? Mənalı bir tərzdə soruşdu. Talıb bu sualı gözləmirdi. Çünki 100 illər idi ki, varis adını almış insanlar öz həyatlarını təhlükə altına qoyaraq, 1-ci Şah Abbasın sirrini qoruyub saxlamağa bacarmışlar. Əslində 3-cü Şah Abbasın qətlə yetirilməsinə qədər bu tarixi əhəmiyyətli sənədin kimlər tərəfindən qorunmasına ehtiyac yox idi. Çünki hakimiyyət Azərbaycan Səfəvi sülaləsinə məxsus idi. Nadir Əfşarın türk və özbək qoşunları üzərində qazandığı qələbələrdən sonra qarşıda dayanan əsas məsələ hakimiyyəti mənimsəmək idi. Nadir Əfşar onu son dərəcə hiyləgər üsullarla əldə etdi. Bu ana qədər qanuni sənət kimi göz önündə olan vəsiyyətnamə özünün gizli dövrünü yaşamağa başladı və yüzilliklərin dərinliyinə baş vurdu. Yaxşı, de görün vəsiyyətnamə dəqiq hardadır? Deyə Sadıq kişi Talıbdan xəbər aldı. Şah Abbas olan yerdə, deyə Talıb dəmir çəkici götürərək öz işi ilə məşğul olmağa başladı. Aydındır, Şah Abbas bəs hardadır? Deyə Sadıq yenidən soruşdu. Talıb dəmiri döyəcləyirdi. Şir Xurşid elə Şah Abbasdır da, laqeyd tərzdə cavab verdi. Sən ki bunu bilirsən, Sadıq kişi, məni niyə yorursan? Sadıq kişi Talıbın biləyindən yapışdı. Dayan Talıb, əl saxla, dedi. Başa sal məni. Şir Xurşid, yəni Cami məscidinin arxası? Bəli, Sadıq kişi, narahat olma. Orada torpağın altındadır. 100 ildir artıq, deyə Talıb gülümsündü. Yalnız varislər onun yerini bilməlidir. Deməli, dünən gecə Cami məsciddə baş verən atışmada varislərdən kimsə olub. Bəlkə də heç varislərə onların aidiyyəti yoxdur. Talıb özü işinə davam etdi. Amma Sadıq kişi yenidən onun biləyindən yapışdı. Talıb, onda hesab elə ki, vəsiyyətnamə ələ keçib.
dedi. Başa düşmədim, deyə Talib çəkici zərblə dəmirə indirdi. Sadıq kişi müqəssir kimi görünürdü. Talib, cami məscidinin arxası, yəni Şir Xurşidin aşağı hissəsi qazılıb. Polislər deyir ki, yerin altında əvvəl nəsə olub. Amma elə həmin gecə o da yoxa çıxıb. O deyirdi. Mücrü, deyə Talib əlini başına çəkdi. Sonra əlavə etdi. Bəlkə varislər götürüb. Yox, yox, deyə Sadıq kişi başını buladı. Çünki naməlum şəxslər mənim qonaqlarımı qaçırdıblar. Deməli, varislər sənin evinin qonağı olublar, deyə Talib heyrətləndi. Varislər yox, varis, deyə Sadıq nəzərlərini yerə tikdi. Talib önlüyünü çıxarıb asılqana keçirdi və kətirin üstündə əyləşdi. Sadıq kişi müəyyən mənada özünü müqəssir sayırdı. Çünki onların cami məscidindəki ekspedisiyasına vasitəçilik etmişdi. Hərgah Sadıq kişinin özü də bilmirdi və xəbərsiz idi ki, cami məscidinin arxasında Usta Zeynalın düzəltdiyi Şir Xurşid gerbinin tam altına düşən hissədə 100 il bundan əvvəl 1-ci Şah Abbasın vəsiyyətnaməsi yatırdı. Əgər vəsiyyətnamə Talibin söylədiyi kimi mücrünün içində idisə, deməli Əyyubgil elə həmin mücrünü aşkar etmişdilər. Mücrü isə Əyyub və Leyladan uzaqda deyildi, fəqət bağlı idi. Çünki qutuya əlavə şifrə kilidi yerləşdirilmişdi. Maraqlıdır. Əgər mücrü 100 il bundan əvvəl bastırılmışdısa, şifrəli kilit burada necə ola bilərdi? Axı ötən əsrin əvvəllərində kilitli şifrə barədə anlayış belə yox idi. Deməli, mücrü son dəfə 100 il bundan əvvəl torpağa gömülməmişdi və bu yəqin ki, heç Talibin özünə də bəlli deyildi.